Günəş ili təqvimi ilə 26 Azər 1225-ci il, miladi təqvimi ilə 17 dekabr 1946-cı il Təbriz başda olmaqla Güney Azərbaycan şəhərlərində türk dilində olan kitablar yandırılıb. Bu mədəni soyqırımı Güney Azərbaycan Milli Hökumətinin süqutundan bir neçə gün sonra baş verib. Milli hökumət devrildikdən sonra mərkəzi hökumət qoşunları Azərbaycan şəhərlərinə qırğın törətməklə yanaşı türk dilində nəşr olunan dərslik və başqa kitabların yandırılmasına başlayıblar. Həmin gün Güney Azərbaycanın bir çox bölgələrində hökumət qoşunları və onların yerli əlaltıları bir illik milli hökumət dövründə çap olan kitabları toplayaraq məhv ediblər. O hadisənin üstündən 79 ildən çox keçməsinə baxmayaraq bugün də İranda türk dili və mədəniyyətinə qarşı oxşar münasibət başqa formada davam etdirilir. İran Konstitusiyasının 15-ci maddəsinə əsasən qeyri-fars dillərinin məhdud şəkildə öyrənilməsi və mediada istifadənin azad elan edilməsinə baxmayaraq İran hökuməti 47 ildir ki, müxtəlif bəhanələrlə bu prinsipin həyata keçirilməsinə mane olub, 10 milyonlarla azərbaycanlıları türk ana dilində təhsil hüququndan məhrum edib. Urmu Universitetinin 1000-dən çox tələbəsi Çillə gecəsi proqramında birlikdə ayrılıq mahnısını oxuyublar. Tədbiri Urmu Universitetinin Azərbaycan mərkəzi təşkil edib. Tədbirdə 1000-dən çox tələbə Çillə gecəsi adlı xüsusi mədəni proqramda Rəşid Behbudovun səsi ilə məşhur ayrılıq mahnısını ifadə ediblər. Bu proqramın bəzi hissələrində tələbələr Azərbaycan adını birlikdə oxuyaraq mədəni tarixi və dil kimliklərini vurğulayıblar. Davam edirik. Zəncanda yoxsulluq və inflyasiyaya etiraza görə Azərbaycanlı boks məşqçisi Cəlil Abbasi həbs edilib. Cəlil Abbasi 14 dekabrda Zəncandakı mağazasında həbs edilib. Onun yaxınları Cəlil Abbasinin 18 dekabrda Zəncan valiliyi qarşısında inflyasiya və yoxsulluğa görə etiraz etmək çağırışına görə saxlanıldığını bildirib. Qeyd edək ki, Cəlil Abbasi əvvəl həbs edilərək Səfərabad həbsxanasına salınmışdı. Yaxın mənbələrin bildirdiyinə görə onun bu dəfəki həbsi Sepah tərəfindən həyata keçirilib. Ötən gün İranın Sistan və Bəlucistan əyalətinin Nuşəhər şəhərində silahlı şəxslər polis qüvvələrinə hücum edib. Bu haqda Bəluç fəallarının kampaniyası məlumat yayıb. Silahlı qarşıdurma nəticəsində bir neçə nəfərin ölüb və yaralandığı bildirilsə də onların dəqiq sayı barədə açıqlama verilməyib. Sistan və Bəlucistan əyalətinin polis idarəsi məlumatı təsdiqləsə də hücum zamanı ölü və yaralının olmadığını, naməlum silahlı hücumçuların hadisə yerindən qaçdığını bildirib. Qeyd edək ki, bu cari həftədə bu qəbildən olan ikinci silahlı hücumdur. Bundan əvvəl dekabrın 15-də Kirman əyalətinin Fəhrə şəhərinin girişindəki nəzarət məntəqəsində silahlı şəxslərlə hökumət məmurlarına hücumu nəticəsində 2 polis əməkdaşı və 2 təhlükəsizlik məmuru həlak olub. İran hökuməti Tehranın Fələstin meydanında quraşdırılan və Livan Hizbullahının şəkilləri əks olunan böyük divar rəsmisində İsraili bu ölkənin şimalındakı Nahariyaya hücum etməklə hədələyib. Yeni müharibəyə hazır ol, Livanda daha bir məğlubiyyət səni, sizi gözləyir, deyə divar rəsmlərində yazıb. Bu, Hizbullah və İsrail arasında gərginliyin yenidən artdığını və bir sıra yüksək vəzifəli Hizbullah komandirləri və üzvlərinin öldürüldüyü bir vaxtda təsadüf edir. İran İslam Respublikası İsrailin hücumunun təkrarlanmaması üçün Rusiya ilə məsləhətləşmələr aparmağı təkid edir. Bunu Moskvaya səfəri çərçivəsində Rusiya Xarici İşlər Nazirliyinin başçısı ilə görüşən İran Xarici İşlər Naziri Abbas Əraqçı deyib. Ayətullah rejimi gözlənilmədən öz zəifliyini anlamasına baxmayaraq İslam Respublikası İsraili məhv etmək məqsədindən əl çəkməyib deyə o əlavə edib. Barneya İslam Respublikasının uranı yüksək səviyyədə zənginləşdirməkdən məqsədinin atom bombası əldə etmək olduğunu və buna nail olmaq üçün dünyanı aldatdığını söyləyib. Şərait yaranan kimi onlar bunu yenidən sürətlə davam edəcəklər. Ancaq biz ABŞ ilə sıx əməkdaşlıq çərçivəsində İranın ölümcül dərəcədə zərər görən nüvə proqramının bir daha fəallaşdırılmasını təmin etmək məsuliyyətimiz var. Nüvə bombası hazırlanmağa davam etmək ideyası İslam Respublikası rəsmilərinin zehnində hələ də qalır və İsrail özünü Tehranın nüvə layihəsinin yenidən aktivləşdirilməsinin qarşısını almağa borclu hesab edir. Bunu Mossad rəhbəri David Barnea deyib.
O, həmçinin Lavrovla iki ölkə arasında bütün ortaq məsələləri müzakirə edəcəyini bildirib. Xarici İşlər naziri Rusiya Xarici İşlər nazirinə 12 günlük müharibə zamanı ölkəsinin Tehrana verdiyi dəstəyə görə təşəkkür edib. İsrail ordusu Lübnanda Hizbullah hərəkatının 2 üzvünü öldürmək üçün dronlardan istifadə edib. Bu barədə Əşərq Əl-Əfsat qəzeti yazıb. Qəzetin məlumatına görə dronlardan biri sərhəddəki Əl-Edəisə şəhərində hərəkatın döyüşçüsünün idarə etdiyi pikap maşınına hücum edib. Maşın raket zərbəsindən sonra alovlanıb və döyüşçü aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Başqa bir dron Beyrutdan 40 km aralıda Siblin və Cədra şəhərləri arasındakı cənub magistral yolunda hərəkət edən bir nəqliyyat vasitəsinə dəyib. Ölən komandirlərdən əlavə sıx magistral yolda baş verən partlayışda daha 5 nəfər yaralanıb. Buraxılışımız davam edir. Müdafiə naziri general-polkovnik Zakir Əsənov 17-ci Azərbaycan-Türkiyə yüksək səviyyəli hərbi dialoq iclasında iştirak etmək üçün Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin baş qərargahının ikinci rəisi ordu generalı Levent Ergünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. General-polkovnik Zakir Əsənov Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirib. Hərbi əməkdaşlığımızın daha bir inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin vacibliyini qeyd edib. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın mümkün əhəmiyyət daşıdığını xüsusi vurğulayıb. Görüşdə hər iki qardaş ölkə arasında hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın yeni perspektivləri, həmçinin regional təhlükəsizlik və maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Davam edirik. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı İrandan gətirilən 47 kiloqram narkotik vasitə aşkarlanıb. Faktla bağlı 3 nəfər saxlanılıb. Bunlardan marixuana və metamfetamin götürülüb, cinayət işi başlanılıb. Saxlanılanlar barəsində həbs qəti imkan tədbiri seçilib. Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib, əməliyyat istintaq tədbirləri davam etdirilir. Dünya gündəmi ilə davam edirik. Almanya kansleri Friedrich Merz Amerikanın tək başına istədiyi liderlik rolunu oynaya bilməyəcəyini bildirib və qeyd edib ki, o, Amerikalıları dünyada tərəfdaşlara ehtiyac duyduqlarına inandırmağa çalışır. Merz bu barədə ZDF telekanalının efirində çıxışı zamanı danışıb. O, dünyada siyasi və iqtisadi güc mərkəzlərində tektonik dəyişikliyin baş verdiyini təkrarlayaraq sözlərinə belə davam edib. Və mən istəyirəm ki, Avropa bu işdə öz rolunu oynasın. Buna görə də mən Avropa Birliyi üçün çalışıram. Əgər kimsə öz mövqeyindən istifadə edərək bunu edə bilirsə, bu Almanya kansleridir. Hər şeydən öncə Amerika. Əlbəttə ki, yaxşıdır, amma tək başına Amerikaya da heç bir fayda verməyəcək. Bundan əlavə, Amerikadakı iqtisadi göstəricilərə baxın. Təsəvvür edə bilərəm ki, Amerikalılar sonda bizə tərəf dönüb. Təkcə Amerikaya deyil, hər ikimizə fayda verən bəzi məsələlər barədə yenidən danışmaq istəməzdikmi deyəcəklər, deyə Merz bildirib. Amerika və Avropa ölkələri sülh razılaşması əldə edildikdən sonra Ukraynaya dəstək planını əks etdirən 2 sənəd hazırlayıblar. Bu barədə The New York Times qəzeti mənbələrə istinadən məlumat verib. Plan Ukrayna silahlı qüvvələrinin gücləndirilməsini, yeni bir işğalın qarşısını almaq üçün ölkəyə Avropa qoşunlarının yerləşdirilməsini və Amerika kəşfiyyatından daha çox istifadəni nəzərdə tutur. Adı çəkilməyən Amerika rəsmisi qeyd edib ki, sənəddə Rusiyanın gələcək hücumlarının qarşısını almaq və Moskvanı cəzalandırmaq üçün konkret addımların atılması nəzərdə tutulub. Xüsusilə əsas prioritetin sülh dövründə Ukrayna silahlı qüvvələrinin sayının 800 minə çatdırılması olduğu deyilir. Ukrayna ordusu Rusiyada strateji obyektlərə dron zərbələri endirib. Krasnodar diyarında neft emalı zavodu və neft bazası vurulub, yanğınlar qeydə alınıb.
Müdafiə qüvvələrinin bölmələri Rusiyanın Krasnodar diyarının Slavyanskna Kubani şəhərində yerləşən Slavyanski neft emalı zavodunun infrastrukturunu vurub. Baş qərargahdan bildirilib, hədəf ərazisində partlayışlar və yanğın qeydə alınıb. Məlumata görə Slavyanski zavodu ilə təxminən 5,2 milyon ton xam neft və kondensat emal edilir və Rusiya ordusunun təminatında iştirak edir. Bundan əlavə Rostov vilayətində yerləşən Nikolayevskaya neft bazasının ərazisinə də zərbə endirdiyi təsdiqlənib. İlkin məlumatlara görə bu rezervuar və Kapitan Kibert adlı çay gəmisi zədələnib. Həmçinin Luqansk vilayətinin ərazisində sahə artilleriya anbarı vurulub.